qadınları zərif varlıqlar adlandıraraq, onları həyatımızın bəzəyi kimi romantik cümlələrlə təbrik edib, çiçək və oyuncaqlarla qeyd etdiyiniz bu günün əsl tarixini və mahiyyətini bilirsinizmi? Gəlin 8 mart gününün əslində nə olduğuna və hansı alovların içindən keçib gəldiyinə birlikdə baxaq. 1857-ci il martın 8-i New Yorkun soyuq və rütubətli küçələrində günəş hələ doğmamışdı. Amma minlərlə qadın artıq iş başında idi. Onlar zərif varlıq deyildilər. Onlar sənaye inqilabının dişli çarxları arasında əzilən adsız kölələr idilər. Gündə tam 16 saat havasız, pəncərəsiz otaqlarda tozun və parça qırıntılarının ciyərlərini çürütdüyü bir cəhənnəmdə çalışırdılar. Qazandıqları isə cəmi bir neçə qəpik idi. Eyni işi görən kişilərin aldığı maaşın yarısından da az. Həmin sabah nəsə dəyişdi. Səbir kasası daşmışdı. 40 min toxucu qadın dəzgahları dayandırdı. Maşınların o vahiməli səsi kəsildi və yerini birliyə, etiraza, qadın fəryadına verdi. Onlar küçəyə çıxdılar. Şüarları sadə, amma ağır idi. Daha qısa iş günü, insan kimi yaşamaq, bərabər əmək haqqı. Lakin sistem bu cəsarəti bağışlaya bilməzdi. Polis qüvvələri amansız idi. Qadınları dağıtmaq üçün dəyənəklər işə düşdü. Tarixin ən mübahisəli və ən ağrılı anı məhz burada başlayır. Bir qrup qadın işçi fabrik binasına geri sıxışdırıldı. Bəzi tarixi mənbələr qeyd edir ki, rəhbərlik digər işçilərin onlara qoşulmaması və nümayişin qarşısını almaq üçün fabrikin qapılarını qıfılladı və o dəhşətli qığılcım. Fabrikdə yanğın başladı. Təsəvvür edin, içəridə yüzlərlə qadın, qapılar kilidli, pəncərələr dəmirlidir. Alovlar qısa müddətdə pambıq parçaları bürüyür, tüstü ciyərləri yandırır. Qadınlar qapıları yumruqluyur, kömək istəyirlər. Amma çöldəki polis, barikada heç kimi içəri buraxmır. O gün o fabrikdən göyə yüksələn tüstü sadəcə yanmış parça qoxusu deyil, məhv edilmiş xəyalların, anasız qalan uşaqların faciəsi idi. Tarix kitabları bu rəqəmi ürək ağrısı ilə qeyd edir. 129 qadın, 129 can o dar dəhlizlərdə diri-diri yanaraq külə döndü. Onların tək günahı daha az işləmək və uşaqlarına bir parça artıq çörək apara bilmək istəyi idi. New Yorkun o küçəsi həmin gün qırmızıya boyandı. Amma güllərlə deyil, o qadınların qanı və alovu ilə. Bugün bəzi tarixçilər yanğın faktının detallarını mübahisələndirsə də, 129 rəqəmi qadın mübarizəsinin silinməz simvoluna çevrildi. Bu bir bayram deyil, bir qətliamın tarixi idi. İllər keçdi, amma o alov sönmədi. 1908-ci ildə yenə martın 8-də New Yorkun küçələri bu dəfə 15 min qadının ayaq səsləri ilə titrədi. Onlar artıq sadəcə çörək deyil, səs vermə hüququ tələb edirdilər. Onlar cəmiyyətin bir parçası olduqlarını sübut etmək üçün yürüş edirdilər. Bəs bugün necə beynəlxalq status aldı? Səhnəyə dünya tarixinin ən güclü qadınlarından biri çıxır, Clara Zetkin. 1910-cu ildə Danimarkanın Kopenhagen şəhərində Beynəlxalq Sosialist Qadınlar Konfransı keçirildi. Alman sosialist Clara Zetkin kürsüyə qalxdı. O, sadəcə bir qadın deyil, bir inqilabçı idi. Zetkin təklif etdi. Hər il eyni gündə hər ölkədə qadınların öz haqları üçün mübarizə apardığı bir gün qeyd olunsun. Onun bu təklifi 17 ölkədən gələn 100-dən çox qadın tərəfindən yekdilliklə qəbul edildi. İlk illərdə dəqiq bir tarix yox idi, lakin 1857-ci ilin o qanlı 8 martı yaddaşlardan silinməmişdi. 1911-ci ildə ilk dəfə Avropada milyonlarla qadın küçələrə çıxaraq bu günü qeyd etməyə başladı. Bu artıq bir xanımlar günü deyil, siyasi bir dalğa idi. 8 martın daimi tarix kimi möhkəmlənməsi isə Rusiyadakı böyük bir hadisə ilə bağlıdır. 1917-ci il, 1-ci Dünya müharibəsinin ən ağır vaxtları. Martın 8-də Petrogradın qadın tekstil işçiləri küçələrə çıxdılar. Onların şüarı bütün dünyanı sarsıtdı. Çörək və sülh. Bu nümayiş sadəcə bir etiraz deyildi. Bu, çar rejimini devirən böyük fevral inqilabının ilk qığılcımı idi. Qadınlar tətili başlatdılar. Kişilər onlara qoşuldu və cəmi bir neçə gün sonra çar taxtdan imtina etdi.
müvəqqəti hökumət qadınlara səs vermə hüququ verdi. Məhz bu tarixi zəfərdən sonra 8 mart bütün dünyada sarsılmaz bir tarix kimi qalıcı oldu. İndi qayıdaq bugünkü reallığımıza. Həmin o alovların içində qalan 129 qadın Klara Zetkinin meydan oxuyan səsi, Petrograd küçələrində tankların qarşısına çıxan analar. Onlar bu günü bizə bir qutu şokolad və bir ayı balası üçün miras qoymayıblar. Bugünkü qadınların bu tarixdən bixəbər olması, özünü sadəcə hədiyyə obyekti kimi görməsi nə qədər acınacaqlıdır. Əgər sən bugün iş yerində sənə qarşı olan ən xırda haqsızlığa belə səsini çıxara bilmirsənsə, əgər sən bugün sənə qarşı edilən haqsızlığa mən qadınam, dözməliyəm deyirsənsə, əgər sən bugün öz hüquqlarını bilmir və tələb etmirsənsə, sən o 129 qadının ruhuna xəyanət edirsən. 8 Martı çiçək böcək bayramına çevirmək bu günün inqilabi və faciəvi mahiyyətini yox etməkdir. Bu günü bayram kimi deyil, bir xatırlatma günü kimi qeyd etmək lazımdır. Hədiyyə verən kişi bilməlidir ki, o qadını əzizləmir, onun azadlığına hörmətini ifadə edir. Hədiyyə alan qadın isə bilməlidir ki, bu hədiyyə onun zərifliyinin deyil, keçmişdə verilmiş qurbanların simvoludur. Bütün bu tarixi ağrıların ortasında bir həqiqət var. Əksər insanlar hədiyyə yarışına girərkən bu günün mahiyyətindən zərrə qədər xəbəri yoxdur. Əlindəki telefonla ona verilən hədiyyənin şəklini çəkib digərlərinə göstərmək üçün statusa qoyan və bununla da öz dəyərini o hədiyyə qatında eyniləşdirən qadın sadəcə bir axtarışla elə həmin telefonla bu gün də əslində nə baş verdiyini belə araşdırmır, oxumur. Qadının savadlı olması bir nəslin, bir millətin savadlı olması deməkdir. Bir kişini təhsilə cəlb etsəniz, sadəcə bir fərdi işıqlandırmış olarsınız. Amma bir qadını savadlı etsəniz, bütün cəmiyyəti qaranlıqdan çıxarmış olarsınız. Çünki uşağı formalaşdıran, ona ilk vicdan dərsini verən, dünyaya baxış bucağını bəxş edən qadındır. Əgər bugün 8 Martın tarixindən xəbərsiz, sadəcə çiçək böcək romantikasında boğuluruqsa, bu maariflənmənin zəifliyidir. Qadın öz gücünü ətirlərin qoxusunda deyil, kitabların vərəqlərində və öz hüquqlarının dərkində tapmalıdır. Tez-tez eşidirik, qadınlar çox emosionaldır. Bəli, bu onların ən böyük silahıdır. Kişi dünyası əsrlərdir dəqiqlik, məntiq və soyuq nəticələrə yönəlib. Bu emosiyasız yanaşma dünyanı hara gətirib çıxardı? Baxın ətrafınıza, müharibələr, dağılmış şəhərlər, soyuq silahlar və bitmək bilməyən hakimiyyət hərisliyi. Patriarxal cəmiyyətin yaratdığı bu mənzərə testosteronun bir nəticəsidir. Uşaqlıqdan bir-biri ilə dalaşan, güləşən, güclü olmalısan deyə böyüdülən oğlanların yaratdığı dünya budur. Qan və barıt qoxusu. Amma qadının olduğu yerə baxın. O toxunduğu hər şeyi təbəssümə, səliqəyə, estetikaya çevirir. Kişinin soyuq məntiqi ilə qəbul etdiyi qərarları qadının incə detallı düşüncəsi və mərhəməti yumşaldır. Qadın detal deməkdir. Qadın həyatın ən kiçik hüceyrələrindəki gözəlliyi görmək qabiliyyətidir. Kişi hədəfə baxır, qadın isə o hədəfə gedən yoldakı hər bir canlının rifahını düşünür. Tarix kitabları çox vaxt yalnız sərkərdə kişilərin adlarını qeyd edir. Sanki dünya yalnız müharibə meydanlarında qurulub. Amma bu gedişatı dəyişən, bəşəriyyətin taleyini yenidən yazan qadınlar olub. Onlar üçün 8 Mart bir istirahət günü deyil, hər gün apardıqları böyük mübarizənin bir parçası idi. Maria Curie, elmin yalnız kişilərin inhisarında olduğu bir dövrdə, o, laboratoriyada həyatı bahasına radioaktivliyi kəşf etdi. 2 fərqli elm sahəsində, fizika və kimyada Nobel mükafatı alan yeganə şəxs kimi bəşəriyyətin yolunu işıqlandırdı. O dünyaya sübut etdi ki, zəka cinsiyyət tanımır. Rosa Parks 1955-ci ildə bir avtobusda ağdərili bir kişiyə yer verməməklə sadəcə bir qaydanı pozmadı. O, bütöv bir irqi ayrı-seçkilik sistemini kökündən sarsıtdı. Onun yox kəlməsi milyonlarla insanın azadlıq yürüşünə çevrildi. Malala Yousafzai cəmi 15 yaşında ikən silahların və radikal qrupların qarşısında qələmlə dayandı. Bir uşaq, bir müəllim, bir kitab və bir qələm dünyanı dəyişə bilər deyərək qızların təhsili üçün ölümü belə gözə aldı və tarixin ən gənc Nobel mükafatçısı oldu. Frida Kahlo
ağrını və istirabı sənətə çevirərək qadın bədəninin və ruhunun ən dərin qatlarını dünyaya göstərdi. O, cəmiyyətin qadına biçdiyi mükəmməl gözəllik standartlarını öz fırçası ilə parçaladı. Heidi Lamar Hollywoodun ən gözəl ulduzlarından biri kimi tanınsa da, o həm də dahi bir ixtiraçı idi. Bugün istifadə etdiyimiz Wi-Fi, Bluetooth və GPS texnologiyalarının təməlini qoyan tezlik atlamalı yayılma spektrini o kəşf etdi. O, qadının həm estetik, həm də analitik gücünün birləşmiş simvoludur. Emmeline Pankhurst Britaniyada qadınların səsvermə hüququ qazanması üçün ömrünü həbsxanalarda və aclıq aksiyalarında keçirdi. Sözlər deyil, əməllər şüarı ilə qadınların siyasi arenada var olmasını təmin etdi. Bu qadınlar gül gözləmirdilər. Onlar dünyaya haqq gətirdilər. Onlar öz emosional zəkalarını elmlə, savadla birləşdirərək kişilərin qurduğu o soyuq dünyanı isitdilər. Bugün 8 Mart'dır, amma bu günü hədiyyə paketlərinə sığışdırmayın. Bir qadına verilən ən böyük hədiyyə onun azadlığına, fikirlərinə və savadına göstərilən hörmətdir. Əgər qadın savadlıdırsa, o evdə zorakılıq olmaz. Əgər qadın güclüdürsə, o cəmiyyətdə ədalət olar. Əgər qadın gülürsə, dünya daha az müharibə görər. Müasir dünyamız hələ də bir tərəfə sürüklənir. Bəzən uçuruma, bəzən qaranlığa. Amma bu gedişatı dayandıracaq yeganə qüvvə qadının intellekti və ruhudur. Videonu dahi filosof və şairimiz Hüseyn Cavidin o ölməz misraları ilə bitirmək istəyirəm. Bu sözlər sadəcə bir şeir deyil, bu bir həyat düsturudur. Qadın gülərsə, şu işsiz mühitimiz güləcək. Sürüklənən bəşəriyyət qadınla yüksələcək.